Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə çevrə ilə bərabər sürətlə hərəkət mövzusunda dim toplusundan testlərimizə davam edirik. Bundan əvvəlki videoda biz 1-dən 30-a qədər eləmişdik. İndi isə davamını işləyirik. 31. Yerin öz oxu ətrafında fırlanma periodu saatın dəqiqə əqrəbinin dövrətmə periodundan neçə dəfə çoxdur? Biz öncə bilməliyik ki, yerin öz oxu ətrafında fırlanma periodu nə qədərdir? Yəni, yer öz oxu ətrafında fırlananda nə baş verəcək? 24 saatımız tamamlanır. Biz bilirik ki, bir günümüz 24 saatdır və yer öz oxu ətrafında dönən zaman bir gün başa çatır. Yəni, bir sutka tamamlanır. Ona görə də bir sutka 24 saatdır. Aha, bunu tapdıq. Oy. Buranı silək aşağıdan. Yer öz oxu ətrafında 24 saat ərzində fırlanır. Sonra bizə deyir ki, dəqiqə əqrəbinin dövr etmə periodu nə qədərdir? Dəqiqə əqrəbi bilirik ki, bir saatda 1 dəqiqə fırlanana qədər, məsələn 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə, 30 dəqiqə, ta ki gəlir 1 saat olana qədər. Onun da dövr etməsi 1 saatdır. Bizdən isə soruşur ki, neçə dəfə çoxdur? Əgər biri 24 saat, digəri 1 saatdırsa, onların nisbətini eləsək, 24 böl 1, eləyir cavab 24. 32. Yerin öz oxu ətrafında fırlanma periodu saatın saat əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Yenə öncə bilməliyik ki, yerin öz oxu ətrafında fırlanma periodu nə qədərdir? 24 saatdır, yəni 1 sutkadır. Bəs saatın saat əqrəbinin dövr etmə periodu nə qədərdir? Saat bir tam dövr vuranda 12 saat başa çatmış olur. 12 saat. 24-ü 12-yə bölürük, cavab eləyir B variantı, yəni 2. 33. Yerin öz oxu ətrafında fırlanma periodu nə qədərdir? Bayaqlarda qeyd elədiyimiz kimi 24 saatdır. Saatın dəqiqə əqrəbinin dövr etmə periodu nə qədərdir? Bu o deməkdir ki, baxın bu saatdır. Gəlin bir dənə burada izah edeyim. 3, 6, 9. Məsəl üçün, bizdən nəyi soruşur? Bu saatın dəqiqə əqrəbi. Dəqiqə buradan başlasa, 12-ün üstündən başlasa necə olur? 5 dəqiqə, 10 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə, 25, 30, 35, 40, 45, 50, 55, 1 saat. Baxın, burada 1 saatımız tamamlanır. Eyni şəkildə digərlərində də. Saniyə əqrəbində fikirləşməlisiniz, dəqiqədə fikirləşməlisiniz, saatda fikirləşməlisiniz. Bunlar hamısına ayrı-ayrılıqda fikirləşməlisiniz. Bizdən isə soruşur ki, tam bir dövr eləyəndə nə olacaq? Dəqiqə əqrəbi gedir və 12-nin üstündə 1 saatı, yəni 60 dəqiqəsi tamamlanmış olur. Cavab olur Y variantı. İndi saatın saniyə əqrəbinin, gəlin indi saniyə əqrəbini düşünək. Baxın, saniyə necə olur? 5 saniyə, 10 saniyə, 20 saniyə, 30 saniyə, axır gələcək 60 saniyə olacaq. Yəni, məsəl üçün, 65 saniyə deyə bir şey yoxdur, doğrudur. O artıq 60 saniyədə 1 dəqiqəyə keçmiş olur. Ona görə də biz bir tam dövrünü götürəcəyik ki, 1 dəqiqə olmuş olur. Yəni, 60 saniyə 1 dəqiqədir. Növbəti. 36. Saatın saat əqrəbinin dövr etmə periodu nə qədərdir? Saat bu şəkildə dövr etdiyi zaman tam bir dövrdə, məsələn, burada 12 saatdır, 3 saatdır, 6 saat, burada isə 9 saatdır. 12-də saat başlasa, gələcək 3 olacaq, sonra axşam 6 olacaq, 9 olacaq və artıq gecə yatmaq vaxtı gələndə nə olacaq? Təzədən 12 olacaq. Tam bir dövrü vurmuş olur. Birdən başlayanda yenidən gəlib 12-yə çatır deyə tam bir dövrü 12 saat olmuş olur. Növbəti 37. Saatın dəqiqə əqrəbinin dövr etmə periodu saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Baxırıq, saatın dəqiqə əqrəbi necə idi? Dəqiqə əqrəbinin periodu dedik ki, 1 saatdır. Saniyə əqrəbinin dövr etmə periodu isə dedik 1 dəqiqədir. Bunlar fərqli anlayışlar olduğuna görə gəlin saatı dəqiqəyə çevirək ki, biz dəfəni tapa bilək. 1 saatımız necədir? 60 dəqiqədir. 60-ı 1 dəqiqəyə bölsək, cavab eləyəcək 60, yəni C variantı.
38 saatın saat əqrəbinin dövr etmə periodu saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Saatın saat əqrəbi necədir dedik? Dedik 1 saatdır. Daha doğrusu saat əqrəbi 12 saatdır. Sonra saniyə əqrəbi isə dedik 1 dəqiqədir. Biz indi biri saat 1 dəqiqə olduğu üçün mütləq şəkildə çevirməliyik. 12 vurulsun 1 saatımız nə qədərdir? 12 vurulsun 60 dəqiqə bölünsün 1 dəqiqə. Burada dəqiqə yazaq ki, eyniləşdirdiyimizi görə bilək. 12-ni də 60-a vuruq eləyir. 720 bölünsün 1. Cavab olur 720. 39. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin dövr etmə tezliyi 50-dir. Onun dövr etmə periodunu tapın. Bilirik ki, period 1 bölünsün n-ə bərabərdir. Yəni, periodla tezlik tərs mütənasibdir. 1 bölünsün 50, o da bərabərdir 0,2 saniyə. Çevrə üzrə 40. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə periodu 0,5-dir. Onun dövr etmə tezliyini tapın. Eyni şəkildə tezlik nəyə bərabərdir? 1 bölünsün t-yə. Yəni 1 bölü 0,5. 5-i də çevirəndə eləyəcək cavab. 5-i tərsinə çevirsək eləyir 2 saniyə üstü mənfi 1. Y variantı. 41. Çevrə üzrə omega bucaq sürətlə hərəkət edən cismin n dövr etməsinə sərf olunan zaman hansı ifadə ilə təyin olunur? Omega bərabərdir. Düsturumuzu bilirik ki, 2 pi n bölünsün t. Bizdən isə zaman soruşur. Ona görə düsturumuzdan çıxarış eləyəcəyik. Omega vurulsun t bölünsün 2. Daha doğrusu mən n-i tapdım. T bərabərdir 2 pi n bölünsün omega. Yəni cavabımız olacaq B variantı. 42. Çevrə üzrə bərabər sürətli hərəkətdə cisim t zaman ərzində n dövr edərsə, bucaq sürəti hansı ifadə ilə təyin olunur? Omega bərabərdir 2 pi n bölünsün t. B variantı. 43. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? Omega bərabərdir 2 pi n. D variantı. 44. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olur? Omega bərabərdir 2 pi bölünsün t. Cavab A variantı. 45. Çevrə boyunca hərəkətdə dövrlərin sayın vahidi hansıdır? Dövrlərin sayı, məsəl üçün 5 dövrü, 10 dövr, 20 dövr olduğuna görə onun kəmiyyəti yoxdur. Yəni ölçü vahidi yoxdur. 46. Cisim çevrə üzrə bərabər sürətlə hərəkət edir. Bu zaman fiziki kəmiyyətlərdən hansı sabit qalır? Əgər çevrə üzrə bərabər sürətlə hərəkət göstərilibsə, bunu mütləq şəkildə yadımızda saxlayırıq ki, period və tezlik sabit qalacaq. Yəni, burada D variantıdır. Burada da eyni şəkildə bərabər sürətli verdiyinə görə dövr etmə tezliyi sabit qalacaq. 48. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim t zaman müddətində bu qədər 90 dərəcə dönür. Onun dövr etmə tezliyini tapın. Burada mütənasiblik qura bilərik ki, bunu çox rahatlıqla həll edə bilək. Məsəl üçün, bu zaman müddətində bu qədər dönürsə, tam bir çevrənin tam bir dövrü nə qədərdir? Bura qədəri olan 180-dir. Baxın, bura 90-dır, bura 180-dir, bura 270-dir, bura yenidən qayıtmağı 360-dır. Yəni, tam bir dövrümüz 360 dərəcədir. 90 dərəcədə 0,1-dirsə, 360 dərəcəni tapsaq, biz periodunu tapmış oluruq. Yəni, tam bir period 360 dərəcədir. Periodunu tapsaq, 360 vurulsun 0,1 bölünsün 90. Bundan bu getdi, bundan da 4. 0,4 saniyə. Biz tapdıq periodu. Diqqət eləməliyik ki, bizdən tezliyi soruşur. Periodun tərsi tezliyi verir bizə n bərabərdir 1 bölü t. Biz nə tapmışdıq? 10'da 4. Tezliyi də tapmaq üçün tərsinə çevirsək 4'də 10. O da bərabərdir 2,5 saniyə üstü mənfi 1. Yəni cavab D variantı. 49. Çevrə üzrə bərabər sürətli hərəkətdə bu dəfə isə 40 dərəcə dönmə bizə göstərilir. Gəlin mütənasiblik quraq, onu yazaq. 0,4 saniyədə 40 dərəcə dönür. Bəs 360-da
period neçə olacaq? Yəni tam periodu t-si bərabər olur 360 vur 0.4 böl 40. Bunun ilə bu getdi. 4 ilə burada 10 qaldı. Bu da getdi, qaldı 36 böl 10, yəni 3,6 saniyə. Bizdən də periodu soruşur deyə cavab olur C variantı. 50. Çevrə üzrə 6 radian böl saniyə bucaq sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə neçə saniyəyə gələr? Baxırıq ki, A nöqtəsindən B nöqtəsinə çevrənin yarısıdır. Yəni, bir periodun yarısıdır. Bu zaman nədir? Periodun yarısıdır. Aha, 180 dərəcə gəlib və periodun yarısıdır. Bunda mütləq şəkildə diqqət etmək. Deməli, onun periodu nəyə bərabərdir? 2T-yə bərabərdir. Gəlirik yazmağa. Bizdən nəyi soruşur? Neçə saniyəyə hərəkət, yəni T-ni soruşur. Omeqamız nəyə bərabərdir? 2pi bölünsün T. 2 vurulsun, bu T yox. Aha, 2 vurulsun 3, T'miz neçə idi? 2T. 2 vurulsun T. Omeqanın qiymətini də bizə verib 6. 6. Buradan T'ni tapa bilirik. Bəli. T bərabərdir. 6'lar ixtisara gedəcək. T bərabərdir. 0,5 saniyə. Cavab olur B variantı. 51. Eyni şəkildə bu dəfə isə bizə 90 dərəcə, yəni 4/1 hissəsini verib. O zaman periodun neçə hissəsidir? 4/1. Hətta belə yazın, daha aydın görünsün. 4/1-idir periodun. O zaman period nəyə bərabərdir? 4T-yə bərabərdir. Gətirib yerində yazsa, bucaq sürətini tapmaq üçün omega bərabərdir 2pi bölünsün T. 2 vurulsun 3. Periodun yerinə də 4T yazırıq. T'nin qiymətini də gətirib yerinə qoyuruq. 4 vurulsun. T'miz 0,5'dir. Elə 4'ü 0,5'ə vuranda eləyir 2. 2 ilə də 2 ixtisara gedəcək. Qalacaq 3 radian böl saniyə. Cavab olur C variantı. 52. Çevrə üzrə 30 pi radian böl saniyə bucaq sürəti ilə bərabər sürətlə hərəkət edən cisim 10 dəqiqə müddətində neçə dövr edir? Düsturumuz necədir? Omega bərabərdir 2pi n bölünsün T'yə. T'ni verib bizə, omeganı verib, bizdən isə n-i soruşur. Gətirib yazırıq. N bərabərdir omega vurulsun T bölünsün omega vurulsun T bölünsün 2pi. Omeganın qiymətini yerinə yazırıq. Omeganı nə verib bizə? 30 pi. T zamanı nə verib? 10 dəqiqə. 10 vurulsun 60. Mütləq saniyəyə çevirir. Çünki radianın ayağında saniyə var. 2 pi. Deməli, bu elədi 6. Bu da getdi 10. Neçə elədi? Biz burada pi-ni yazmayıb. Elə pi kimi yazacaq. 1 dəqiqə üzr istəyirəm. Aha, 30 pi. Burada da elə 2 pi-ni saxlayırıq. Çünki pi-lər ixtisara getməlidir. Təzdən yazım. 30 pi vurulsun. T-ni verib bizə 10 vur 60. Burada elə 2 pi-ni saxlayırıq. Ehtiyac yoxdur yazmağa. Çünki pi-lər bir-birini aparacaq. Bu pi-lər bir-birini apardı. 2 ilə də 60 ixtisara getdi. Qaldı 30 elədi. 30 vur 10 vur 30 elədi. 9000 dövr. Yəni B variantı. 53 eyni şəkildə bizdən nəyi soruşur bu dəfə? Düsturumuzu birinci yazaq. 2pi n böl T. Bizdən bu dəfə nəyi soruşur? Cisim nə qədər müddətə T-ni soruşur. T bərabərdir 2pi n böl omega. Yerində qalır 2pi vurulsun. Dövrlərin sayı 4800. Omegamız isə 20 pi. İxtisara getdi, burada qaldı 10. Bundan da bu getdi, qaldı 480. Amma dəqiqə. Daha doğrusu amma saniyə. Bizdən isə cavabı verib dəqiqə ilə. Baxırıq ki, dəqiqə ilə soruşur. Deməli, 480 saniyəni tapdıq. Biz dəqiqəyə çevirmək üçün nə etməliyik? 60 saniyəyi bölməliyik ki, dəqiqəni tapa bilək. 480 saniyəmiz də 60-a böləndə eləyəcək 8 dəqiqə. Cavab olur A variantı.
Növbəti 54 bizə zaman verilib, yəni daha doğrusu period verilib, sürət verilib və bizdən radiusu soruşur. Biz bunun üçün sürətin düsturunu bilməliyik. Sürətin düsturu nəyə bərabərdir? V bərabərdir 2 pi r bölünsün t. Bizdən radiusu soruşur. R bərabərdir V vurulsun T bölünsün 2pi. Gətirib yerinə yazırıq. R bərabərdir V neçədir? Mən 6 ilə 0,2-ni götürürəm. 6 vurulsun 0,2 2 vurulsun 3. Deməli 6-nı 0,2-yə vururuq. 1,2 bu da 6. 1,2-ni də 6-ya bölüyü eləyir 0,2 metr. Cavab B variantı. 55 Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. 1. Vahidi beynəlxalq sistemdə əsas vahiddir. Dövrətmə periodunun vahidi saniyədir. Bəli. Skalyar kəmiyyətdir. Həm period, həmçində tezlik skalyar kəmiyyətdir. Hərəkət zamanı sıfıra bərabər ola bilməz. Hər ikisi əgər hərəkət varsa sıfır ola bilməz. 4. Çünki qeyd edeyim ki, üçüncüdə. Çünki hərəkət var, burada period əmələ gəlir. Period əmələ gəlirsə, yəni təkər məsəl üçün fırlanırsa, bu zaman mütləq tezlikdə əmələ gəlmiş olur. 4. Vahid zamandakı dövrlərin sayına bərabərdir. Bəli, tezlik vahid zamandakı dövrlərin sayına bərabərdir. Baxırıq. 1, 4, 2, 3. 1, 4, 2, 3. C variantı. 56. Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Saniyə ölçənlə ölçülür. Bəli, hər ikisi saniyə ölçənlə ölçülür. Çünki tezlik periodun tərs mütənasib asıllığıdır deyə ikisinə də aid edilir. Bir tam dövrə sərf olunan zamana deyilir period. 3. Hərəkət zamanı sıfıra bərabər ola bilməz. Dedik ki, hər ikisi vahid zamanda vahidi 1 bölünsün saniyədir. Bəli, tezliyin vahidi 1 bölünsün saniyədir. Deməli, 2, 4, 1, 3. Cavab olur Y variantı. 57. Saat əqrəbi 2 dövr etdiyi zaman müddətində dəqiqə əqrəbi neçə dövr edər? Biz bilməliyik ki, saat əqrəbi 1 dövr eləyəndə, yəni məsəl üçün 2 dövr eləyəndə nə olur? Saat 1 dövr eləyəndə 12 saat olmuş olur. 2 dövr eləyirsə, o zaman 24 saat olmuş olur. Gəlin yazaq. Bir dövrü saatın 1 dövrü 12 saatdır. 2 dövrü 24 saatdır. Aha. Bizə isə deyir ki, dəqiqə əqrəbi. Dəqiqə əqrəbinin də bir dövrü dedik ki, 1 saatdır. 1 saatdır. Bizdən əqrəbi neçə dövr edər soruşursa, bu zaman müddətində. Baxırıq, biri 24 saatdır, biri 12 saatdırsa, demək ki, 24 dövr edə bilər. Yəni, cavab B variantı. 58. Saatın dəqiqə əqrəbi neçə sutka ərzində 360 dövr edər? Baxmalıyıq ki, sutka soruşur bizdən. 1 saatda neçə dövr eləyir? Baxırıq. 1 saatda 1 dövr eləyir. Bəs 360 dövrdə neçə saat olacaq? X. Biz buradan saatı tapsaq 360 saat eləyir. Yaxşı, biz saatı tapdıq. Amma bizdən saat soruşmur. Burada diqqət eləməliyik ki, sutka sözü var. Sutka ərzində. Neçə sutka ərzində? Ona görə də biz saatı tapdıqsa, sutkanı da tapmaq üçün nə etməliyik? Bölmək 24-ə ki, bir sutkanı. Əgər saat neçə saat ərzində desə, cavabımız 360-dır. Amma bizdə neçə sutka deyirsə, biz sutkanı tapmaq üçün mütləq şəkildə bölməliyik 24-ə. 360-ı da 24-ə bölürük, eləyir 15 sutka. Deməli, buranı biraz səliqəli yazsaq, bunu heç buradan silirəm. Buraya yazıram, 360 bölü 24. Bunu qeyd edirəm, bərabərdir 15 sutka. Cavab eləyir 15. Keçdik 59. Saatın saniyə əqrəbi
neçə saatda 120 dövr edər? Bu dəfə də bizdə saatda soruşur. Diqqətli olmalı olduğumuz budur. Bir dövrü saniyə əqrəbi nə qədərdir? 1 dəqiqədir. Bəs 120 dövr deyirsə bizdə 120 dövr x. X-i da tapdıq ki 120 dəqiqədir. Biz indi 120 dəqiqəni tapmışıq, amma bizdən saatı soruşur. Ona görə də təzədən 60-a bölməliyik ki 1 dəqiqə. 1 saatımız 60 dəqiqədir. 60-a bölməliyik ki 60 120-ni 60-a böləndə eləyir 2 saat. Cavab olur 2. Növbəti 60. Saatın saniyə əqrəbi 12 sutkada neçə dövr edər? Bilirik ki, bir dövrümüz, qeyd eləyək burada yenə, hətta buradan yazıram, 60. Bir dövr 12 saatdır. Bizdə isə soruşur ki, 12 sutkada 12 vur 24, yəni bir sutkamızı qeyd eləsək 24 saatdır, çünki x. X da nəyə bərabərdir? 12 vur 24 böl 12. 12'lər ixtisara gedir, qalır 24 saat. Bizdən də elə onu soruşur. Cavab eləyir 24. 61. Saniyə əqrəbi 7200 dövr edəndə saat əqrəbi neçə dövr edər? Bu şəkildə yazacağım mən ki, daha aydın şəkildə imtahana da düşsə beyninizdə qarışıqlıq yaranmasın, tam aydın şəkildə yaza biləsiniz. Məsələn, T saniyə bölünsün T saat soruşur bizdən. Çünki bir saniyədən söhbət gedir, bir də saatın saat əqrəbindən söhbət gedir. T saniyə, T saat. Dövrün sayını da yazsaq, T ilə də n necə asılıdır? Tərs mütənasib asılı olduğuna görə yazacağım ki, n saat böl n saniyə. Bizdən də elə dövrlərin sayını soruşur. Düzdür. Gətiririk bayaq yazdığımız kimi. O mütənasiblikdən burada sadəcə kəsr şəklində yazıram ki, daha aydın şəkildə başa düşə biləsiniz. T saniyə. Bir saniyənin periodu nə qədər idi? Dedik 1 dəqiqədir. Bəs saatın periodu nə qədər idi? 12 saatdır. Amma biz elə dəqiqə, yuxarıda dəqiqə olduğuna görə bir dəfəlik dəqiqə keçirsək 60 dəqiqədir. Əla. Keçdik. N saat. N saatımız nə qədərdir? Axtarırıq. Saatı axtarırıq. Saniyəni isə yerinə yazırıq. 7200 dövr. Deməli, dəqiqələr getdi. Bu da 7200 də buradakı ilə ixtisara getsə qalır 1 bölünsün 1. Burada heç nə qalmır əslində. Elə bir dəfəlik yaza bilərəm ki, n saat bərabər olur 10-a. Yəni 10 dövrə. Yəni nisbət şəklində yazmaq daha sizə rahat ola bilər. Elə 62-də məsəl üçün daha da möhkəmlədə bilərik. Eyni şəkildədir. Gəlin yazaq. T saniyə. Bizdə də elə saniyə. Bu dəfə isə dəqiqə soruşur. Dəqiqə soruşur deyə bunları dəyişəcəyik. T dəqiqə. N dəqiqə, N saniyə. T saniyə, 1 saniyənin dövrü nə qədərdir? 1 dəqiqədir. 1 dəqiqənin dövrü nə qədərdir? 1 saat, yəni 60 dəqiqə. N dəqiqəmiz axtarırıq, yəni onu soruşur bizdən. N saniyəmiz nə qədər yazıb? 120 yazıb. Gətirib yazırıq. Deməli, n bərabərdir, n dəqiqə bərabərdir. Dəqiqələr getdi. 60-dan da 120 gedəcək. Qalacaq burada 2. Yəni, cavab eləyəcək 2. 63. Eyni şəkildə. Burada isə dəqiqə və saatdir. Gəlin, indi bunları dəyişək. Yazırıq. Dəqiqə və saat soruşur deyə. Bura yazıram dəqiqə, bura yazıram saat, bura saat, burada dəqiqə.
T dəqiqə. 1 dəqiqənin periodu nə qədərdir dedik? 1 saat. O da nə qədərdir? 60 dəqiqə. Düşdük. 1 saatın, onda 1 saat yazıram bura. Çünki o birisi saatdır. 1 saat. 1 saat bölünsün. 1 saatın periodu nə qədərdir? 12 saatdır. Çünki saatlar gedəcəklər. N saat bölünsün. Bizdən nəyi verib? Dəqiqənin dövrünü verib. Yəni 24. 12 ilə də 24 gedir. Cavab eləyir 2. N saat bərabər eləyir 2. Cavab 2. 64. Orada dövrlər deyil deyə buranı silirəm artıq. Bir də saat əqrəbi bir dövr edəndə saniyə əqrəbi neçə dövr edər? Demək, saat əqrəbinin bir dövrü nə qədərdir dedik? 12 saatdır. Yəni, həmçinin də yaza bilərik 12 vur 60, yəni 720 dəqiqədir. Saniyə əqrəbinin dövrü isə 1 saniyənin dövrü isə 1 saniyə yazmayaq. 1 saniyə yox, 1 dəqiqədir. Saniyə əqrəbinin dövrü isə 1 dəqiqədir. Aha. Bizdən neçə dövr fərq olduğunu soruşur deyə, biri 720 gedəndə biri 1 dəqiqə gedir. Demək ki, aralarında nə qədər dövr fərqi var? 720. Deməli, bu 1 dəqiqə gedəndə, digəri isə 720 gedəcək. Bugünlük bu qədər. Biz çevrə üzrə bərabər sürətlidə period, həmçinin tezlik və bucaq sürəti mövzusunu bitirdik. İndi isə növbəti videodan xətti sürət mövzusunun testlərini işləyəcək. Əgər videolar sizin üçün yararlıdırsa, istər Instagram səhifəmizi, həmçinin də YouTube kanalımızı izləməyi unutmayın. Sağ olun, hələlik.